Sen orada yok idin ve ben kommentlerde görürdüm. Yazdılar ki niye Orhan yoktu burada? Yo, mən orada olmamağımın səbəbi başqa bir şeydir. Baba bizim üçün əzizdir, dəyərlidir, cavandır, gəncdir, təzə istedadlardandır. Maşallah özünə də yer eləyib bir xeyli insanlar da sevirlər onun sözün, sənətin. Amma həmən ərəfədə biraz təqsir babanın özündə idi və buradan da deyirəm bilsin. Belə də danışmışıq bu barədə ona. Toya bir 5 gün qalmış dedi mənə. Mən də həmən ərəfədə inandım ki 4 gündə heç Bakıya gəlib çıxa bilmirdim. Deməli, bir Qubada işim var idi, bir Biləsuvarda, bir Cəllabadda, bir Masallıda. Yəni, heç 4 gündə evə gəlib çıxa bilmirdim. Amma Olur da. Allah bütün bağları saxlasın. Böyük oğlumun mən artıq 18 yaşı var Eşənin. Özü də tanıyır bütün meyxansları. Yollamışdım, ora iştirak elədi orada. Bəli, təbrik elədi babamsın. Amma baba özü bilir ki, mənim ürəyim oradaydı. Yəni, ürəyim oradaydı. Sadəcə olaraq gənclər deyənə biraz təcrübə azlığından da o. Məsələn, biz qabaq meyxanaçılar bir-birimizə toy eləyəndə, məclis eləyəndə, adın eləyəndə 2 ay qabaqdan xəbərdarlıq edirdik ki, heç olmasa bir 10 nəfər, 15 nəfər bilsin ki, orada olmaq lazımdır. Baba da özü də etiraf elədi o. Mən dedi, şair mənim öz təcrübəsizliyindən olub. Dedim, inşallah balonun toyunda daha belə eləmək ki, gəlib iştirak edə bilək. Amma bilir ki, xətri əzizdir mənim üçün və buradan bütün izləyicilərə də demək istəyirəm ki, heç bir qəsdi qərəz ola bilməz oradakı Orxan. Əziz qardaşlar, dəyərli bacılar, bildiyiniz kimi Mirəy balamız üçün aylardır mübarizə aparırıq. Onu həyatda saxlamaq üçün əlimizdən gələni edirik. Nəyimiz var satmışıq, borclar götürmüşük, amma artıq borc da tapa bilmirik. Ona görə hər birinizdən dəstək olmağı rica edirəm. Ümid edirəm ki, bizi bu çətin günlərdə tək qoymayacaqsınız. Heç bir yaxşılıq əvəzsiz qalmaz. Etdiyiniz yaxşılıqlar inşallah 1000 qatı ilə qarşınıza çıxar. Hər gün sancılar, ağrılar. Yəni bir ata üçün də olduqca ağırdır dəyərli dostlar. Yəni bunu sözlə ifadə eləmək mümkün deyil. Sadəcə dəstək olmağınızı rica edirəm. Ümid edirəm ki, tezliklə Mirəy balamızın sağalma xəbərini sizlərə çatdırarıq. Hər birinizdən Allah rızası üçün dəstək olmağı və kömək olmağı rica edirəm. Aşağıda gördüyünüz bank hesabına gücünüz çatan qədər, səxavətiniz yol verən qədər dəstək olun. İnşallah hər şey yaxşı olur.